Deməli qızlar, uzun zamandır qaynanam hər dəfəsində sushi yeməyə getmək istəyirdi və mən də ona sürpriz olaraq sushi evə aldım və əmin idim ki, çox sevinəcəkdi, çünki həqiqətən də sushini çox sevir və burada həyəcanla stolu hazırlayıram ki, qaynanam gəlsin, bu gözəllikləri görsün. Birini sevindirməyə çalışarkən, yəni hədiyyə hazırlayarkən həqiqətən çox sevinirəm və həyəcanlanıram ki, inşallah ki, o bəyənər bunu. Burada biraz çəkirəm, göstərirəm və balaca şirinim məni aşağıda gözləyir ki, anam neyniyir. O sakit uzanır və mən də süfrəni hazır etmişəm. Artıq gözləyirəm ki, qaynanam gəlsin. Çox həyəcanlıyam. Gəlir və hər birini çox bəyənir. O sushini zaten çox sevir, amma sushilərini çox sevdik, çox bəyəndik. Dadlarına söz ola bilməz, mükəmməldir. Burada yoldaşım da yeyəndə çəkmək istədim. O da çox xoşladı. Onun da necə bəyəndiyi məncə üz ifadəsindən